Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq regional təhlükəsizlik məsələsindən çıxaraq qlobal iqtisadiyyatın ən həssas nöqtələrindən birinə çevrilib. İran parlamentindən səslənən son açıqlamalara görə Tehran bu strateji su yoluna nəzarəti gücləndirməklə illik 10-15 milyard dollara qədər gəlir əldə etməyi mümkün hesab edir. Parlament rəsmilərinin bildirdiyinə görə bu gəlir əsasən boğazdan keçən gəmilərdən tranzit ödənişləri və logistik rüsumlar hesabına formalaşa bilər. Hətta bəzi planlarda bu ödənişlərin İranın milli valyutası realla aparılması nəzərdə tutulur ki, bu da rəsmi Tehranın məqsədinin əslində iqtisadi gəlirdən daha çox valyutanın sabitləşdirilməsi və regional maliyyə təsirinin artırılması olduğunu göstərir. Lakin ekspertlər hesab edirlər ki, bu modelin tətbiqi həm siyasi, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır. Çünki Hörmüz boğazı yalnız İran üçün deyil, dünya enerji ticarəti üçün əsas arteriyalardan biridir. Qlobal neft daşımalarının təxminən 5də biri bu marşrutdan keçir. Məhz buna görə boğazda hər hansı ciddi məhdudiyyət və ya gərginlik qlobal bazarlarda dərhal əks-səda doğurur. Neft qiymətlərində artım, sığorta xərclərinin yüksəlməsi və tədarük zəncirində pozulmalar ilk təsirə məruz qalan sahələrdir. Belə bir ssenari, yəni enerji qiymətlərinin artması müəyyən böyük oyuncular üçün qısa müddətdə iqtisadi üstünlüklər yarada bilər. Bunlardan biri də Rusiyadır. Qlobal bazarda neftin bahalaşması Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri artırır və sanksiyalar fonunda iqtisadi təzyiqləri qismən yumuşaldır. Bundan əlavə Avropa bazarında enerji qeyri-sabitliyi Rusiyanın alternativ bazarlara, xüsusilə Asiya istiqamətinə yönəlməsini daha da gücləndirir. Eyni zamanda Rusiya gübrə və ərzaq ixracı kimi sahələrdə də bazar payını qoruyaraq qlobal böhrandan dolayı fayda əldə edir. Digər əsas oyunçu isə Çindir. Pekin bir tərəfdən enerji qiymətlərinin artmasından narahat olsa da, digər tərəfdən Rusiya və başqa alternativ tədarükçülərdən daha ucuz və sabit enerji əldə etmək imkanını genişləndirir. Çin üçün əsas strateji məqsəd enerji təhlükəsizliyini qorumaq və dəniz yollarından asılılığı balanslaşdırmaqdır. Hörmüzdəki istənilən gərginlik isə bu strategiyanı daha da sürətləndirir. Körfəz ölkələri və Avropa iqtisadiyyatları üçün vəziyyət isə daha həssasdır. Çünki həm enerji idxalının bahalaşması, həm də ticarət yollarının risk altında olması inflyasiya və iqtisadi yavaşlamanı dərinləşdirir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, İran özü bu boğazı sadəcə gəlir mənbəyi kimi deyil, həm də siyasi təzyiq aləti kimi istifadə etmək istəyir və edir də. Yəni Hörmüz boğazı Tehranın əlində həm iqtisadi, həm də geosiyasi təsir vasitəsinə çevrilir. Nəticə etibarilə Hörmüz boğazı ətrafında müzakirə olunan 10-15 milyard dollarlıq potensial gəlir iqtisadi layihə olmaqla yanaşı həm də qlobal güc balansında təsir yaratmaq cəhdidir. Amma bu modelin reallaşması və davamlı olması regiondakı sabitlikdən birbaşa asılıdır. Əks halda bu strateji su yolu təkcə gəlir mənbəyi yox, həm də qlobal iqtisadi risk mərkəzi olaraq qalmaqda davam edəcək.